Bu bilirsiniz nədir? Onda yaxın atır. Duru yağ əlavə edək, zeytun yağını əlavə edək dostlar, sirkə, limon suyu, yumurta, xardal. Sarımsaq istəyə görədir, vura da bilərsiniz, vurmadan bilərsiniz. Və duz əlavə edək. Və süd də əlavə edə bilərsiniz. Bəli, ev üsulunda hazırlanan məhsullar tam fərqli olur. Çox gələn sorğulara görə mayonez ev sayağı. Bəs kənd yumurtasının fərqi də bundadır. Görürsünüz, rəngi daha sarıya salır. Yəni, aydın məsələdir ki, broiler yumurtası deyil. Ona görə məhsullar təmiz olanda təmiz nəticələr əldə edirsən. Sağlamlıq üçün öz əlinizləri gözəl belə reseptlərdən hazırlamağı sizə tövsiyə edirəm. Sağlam olun dostlar.